mövsümünün dəyişən və bir o qədər də zəif ovqatı ölkələrin bütün bölgələrində özünü göstərməkdədir. Havanın dəyişən ritmini sizinlə birlikdə hiss etmək üçün qarşınızdayıq. İndi isə gəlin sabahın hava haqqında məlumatını birlikdə öyrənək. Noyabrın 29-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq, cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gündüz 14-17 dərəcə isti, gecə 8-11 dərəcə isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunundan 766 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-85%, gündüz 70-75% olacaq. Rayonlarda havanın əsasən yağmursuz olacağı gözlənilir. Gecə və səhər bəzi şərq rayonlarında az çiskinli yağış yağacağı ehtimal var. Bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gündüz 13-16 dərəcə isti, gecə 4-8 dərəcə isti olacaq. Dağlarda gündüz 7-10 dərəcə, gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq. Hər payız günü yeni bir tablo kimidir. Rənglər dəyişir, hisslər dəyişir, nəfəs dəyişir. Payızın dəyişkən havasına uyğunlaşmaq üçün bizi izləməyə davam edin. Vəsilə Mütəllimzadə, Əsgər İbrahimli, APA TV.